nə baş verib? İranın nüvə alimlərini, yüksək rütbəli zabitlərini bir-bir aradan götürən İsrail, zənginləşdirilməyə çalışdıkları nüvə obyektlərini hədəf alan İsraillə Birləşmiş Ştatlar, amma günahlandırılan və ittiham olunan Azərbaycan. Söhbət nədən gedir? Gəlin ilk olaraq izləyək, davam edərik. Mən bunu istərdim öz məsuliyyətimlə efir qarşısında deyim ki, nəinki gözləmirdik, nəinki incidik, söhbət bundan getmir. Gözləmirdik, insan uman yerdən küsər. Ayətullah Amili də bunu bir dəfə bir məclisdə işarə etmişdi. Biz artıq çoxdandır Azərbaycandan ummuruq belə bir şeyləri. Elə o zamandan ki, İsrail rejimi ilə əlaqəyə girdi, Qəzdə zolağını müdafiə etmədi, uşaqların, qadınlarının ölməsinə göz yumdu, yanacaqlarını təmin etdi. Mən deyə bilmərəm ki, onlar qardaşlarımızdır, səhv elədilər falan. Hökumətdən danışmıram, amma bunu çox dəqiq təkidlə demək istəyirəm. Mən qətiyyən hökuməti nəzərdə tutmuram bu məsələdə. Qardaşlarımızdırlar. Azərbaycan xalqı bizim qardaşlarımızdırlar. Onlar bizim vətənimizdə bizim vətəndaşlarımızı öldürüblər, bizim uşaqlarımızı öldürüblər. Onlar yanacaq verməsəydilər, o qırıcılar bizim Təbrizimizi bombalamazdılar. Bizim ikimizin də Təbrizini, bəyəm illər boyu can yandırmırdınız Təbriz barədə, bəyəm ağız dolusu Təbrizim şeirləri oxumurdunuz. Bəs niyə Təbrizinizdə indi 7 yaşlı uşaqlar şəhid olur və siz buna susursunuz? Hamilə qadınlar şəhid olur, siz buna susursunuz. Necə bunu bacarırsınız? Və qorxun ki, Azərbaycanın şiələri, qeyrətli müsəlmanları sizə qarşı qalxacaqlar və buna dözməyəcəklər. Əgər axırınızı görmək istəmirsinizsə gözünüzün qarşısında vicdanınızın gözünü biraz açın, bir miqdar geri çəkilin siyasətlərinizdən, kənardan baxın məsələlərə. Gəlin biz də kənardan baxaq. Nə politoloq, nə siyasi şərhçi, nə aparıcı. Sizdən bir Azərbaycan türkü olaraq, Azərbaycan vətəndaşı olaraq soruşuram. Azərbaycandan nə istəyirsiniz? Niyə Cənubi Azərbaycandakı bacı qardaşlarımızın beynini yumağa, onların tarixini unutmağa sövq edirsiniz? Nədən qorxursunuz? Axı Azərbaycandan sizə heç bir təhlükə yoxdur. Sizdən bizə bir təhlükə var idi. 44 günlük müharibədə Ermənistana siyasi və hərbi dəstək verəndə təhlükə var idi. Türk dünyası birdən daha da güclənər qorxusu ilə Zəngəzur dəhlizinə mane olanda var idi. Maliyyələşdirib biz tərəfə göndərdiyiniz bir neçə şəxsin teokratik şəriət dövləti qurmağı planlaşdıranda sizdən bizə təhlükə var idi. Yeri gəlmişkən həmin şəxslərin də indi layiq olduqları yerdə həbsxanada olması da sizə bir siqnal olmalı idi ki, Azərbaycan əleyhinə çağırışlar etməyəsiniz. Ermənistanın 30 il ərzində işğalda saxladığı Azərbaycan torpaqlarına Tehranın tırlarla göndərdiyi silahlar, yanacaq və raket hissələri hardan gəlirdi? Nə üçün İranın səsi Bərdənin, Gəncənin, Tərtərin mülki əhalisi bombalananda çıxmadı? Əgər siz bugün İranın hərbi obyektləri bombalanır deyə Azərbaycandan